Getdi. Getdi. Nəfəs alma. Bir dəfə dərdindən aldı, verdi nəfəs. Öldüm səndən ötürü, nəfəsini ötürü. Görürsünüz, əziz izləyicilərimiz, budur Qarabağ qazisi. Və hal-hazırda elində, yəni o, mən bilmirəm, nə söz tapım. Yəni Azərbaycan qazisinə təəssüflər olsun ki, belə dəyər qoyulur. Belə dəyər qoyulmamalıdır. Belə dəyər qoyulmamalıdır. Bir axtaran, bir qapısını açan, yəni nə olub ki, bu vətən üçün canından keçiblər. Bunlar bizlərdən ötəri canından keçiblər. Övladlarımızdan ötəri canlılardan keçiblər. Hal-hazırda mən bir daha bu çəkilişdə sizə göstərmək istəyirəm ki, yəni vəziyyət heç yaxşı deyil. Çünki bu gənc ailələrin günahı nədir? Niyə ki bir insan bir qapını açmırlar? Niyə ki bir onlara dəstək olmadılar bu günə qədər? Obsot axtadı. Mən uşaqlarıma deyə bilməyəcəm. Sizin atanız şəhid oldu. Çünki mənim yoldaşıma qazilik adı verilməyib. Mən dillə yüz deyim ki, qəhrəmandır. Mən dillə yüz deyim ki, sizin atanız şəhid oldu. Mən yüz deyim ki, sizin atanız igiddir. Hara gedirəm, məndən sənəd istəyirlər ki, sənədini göstər. Xahiş edirəm sizdən. Mehriban xanım, sizdən xahiş edirəm. Cənab prezident, sizdən xahiş edirəm. Mən sabah uşaqlarım üçün mən onlara verdikləri suala cavab verim ki, sizin atanız şəhid oldu. Sizin atanız qəhrəmandır. Düşə bilmirəm. Heç nə eləyə bilmədim Aydına. Hara getdim? Mən çevirdilər, baxmadılar işimə. Xəzər TV'yə getdim. Mən orada bir xanım yaxınlaşdı ki, jurnalist. Sizin yoldaşınız pensiyasını, maaşını alıb qoyub cibinə, biz yalvarmışdıq ki, getsin hərbidə işləsin. Bu nə sözdür? Niyə deyirlər belə bir sözü? Bu kefinə mi elədi? Onun üçün mü bu gün Aydın'ın evi var? Hipotekaya ev götürmüşük. 301 manat aylıq ödəniş eləyirik. 350 manat pensiyadır. Biz onunla nə dolanaq? Mən onunla uşağıma necə baxım? Mən onunla bu adama necə baxım? Xəzər TV'də kim idi o xanım sizə dedi? Lalə Azərtacın, bilmirəm, köməkçisi idi. Adını bilmirəm. Nə səbəbə görə o sözü sizə dedi? Dedim, yoldaşıma kömək olun, onkoloji xəstədir, hərbiçidir. Lap adi Gəlin çəkiliş aparın. Bəli, çəkiliş aparın, televiziyaya çıxım, televiziyada danışım. Mənə dedilər ki, onkoloji xəstələrə biz baxmırıq. Dedim, onkoloji xəstə evində yıxılıb olmayıb. Maşınla avariya olub, vurmayıb bu başını. Bu hərbidə olub, xidmət zamanı olub. Mənə onda dedi ki, xanım deyir, çox üzr istəyirəm. Mən deyir, yalvarmışdım ki, getsin hərbidə işləsin. Maaşını alıb, qoyub cibinə deyir, işi üçün işləyib, pulu üçün işləyib. Onun üçün mən bugün hipotekaya pul ödəyirəm. Əgər Aydın'ın pulu var idisə, mən ki, villa alaydım da, nağd alaydım da pulunu verib. Hərbiyə işləyə, yəni bu evi götürmüşdü. Bəli, hərbidə işləyirdi. Ayda nə qədər ödürsünüz? 281 manat evin ödənişidir, 20 manat da kommunaldır. Ümumi Qabaqca nə qədər ödəmişdiniz? ilk ödəniş hipotekaya 6000. Yəni hərbidə yoldaşını işləyə ödədi, götürdünüz bu evi. Bəli, ilkin ödəniş 6000 verdi. Ücü sərəncamdaydı da yoldaşın. Amma hərbidə gedirdi də adı. Elə aldıq. Evə köçən kimi yoldaşımı təxris elədilər. Maaş gəlmədi. İndiki vəziyyətdədir. Bilirəm, görürəm vəziyyətini. Ancaq istədiyim tək şey yoldaşıma o adı ala biləm. O buna layiqdir. Göz arxada qalmasın ən azından. İki balasına bu dövlət köməklik eləsin. Mən tək başıma necə